Əziz dostlar, axşamınız xeyir olsun. Sizi Alanya'nın mərkəzindən, tam kalenin içindən, yəni qalanın içindən salamlayıram. Qarşıda da qırmızı kule var, Qızıl Kule adlanır. Və bugün sizə çox gözəl dəniz mənzərəli bir restoranı göstərəcəm. Tam kalenin içində yerləşir. Adı Merlot. Merlot Food and Drink. Çox gözəl bir restoran, zəngin mətbəx və möhtəşəm mənzərəyə sahib bir restorandır. Qarşısında da baxın burada Numa Port Otel yerləşir. Gözəl bir butik otel. Restoran 2 mərtəbədən ibarətdir. İndi restorana daxil olacağıq. Çox gözəl mətbəx, əsasən dəniz məhsulları üstünlük təşkil edir burada. Sol tərəfdə belə bir bar var. Merhaba, kolay gəlsin. Hər cür içkilər filan öz yerində və hal-hazırda saat 9:15 dəqiqə, hava qaralıb, amma yenə də gözəl mənzərəsi var. Bu tərəfi də göstərim. Kolay gəlsin. Və turistlərin sevimli yeridir bura. Yay, qış, qışda bağlanır, yayda hamısı açılır. Şüşələr aşağı inir və gözəl bir mənzərə. Ortada belə bir kamin var. Qışda qızdırır buraları. Tam dənizə baxaraq gözəl şam yeməyi, gündüz və səhər yeməyi yeyə bilərsiniz. Çünki bura saat 10-dan axşam 12-yə kimi fəaliyyət göstərir. Önümüzdəki ərazi isə Alanya'nın marinasıdır. Gəmilər olan yer, bura isə portdur. Beynəlxalq gəmilərin gəldiyi ərazi və gəzinti yeri. Aşağıda da bəzi restoranlar var, kafelər var. Bu restoran 2 mərtəbəlidir. İndi aşağıya enəcəyik. Aşağıda da bir zal var. Orada əsasən meyxana deyirəm, yəni aşağıda meyxanə deyirlər türkçə. Yəni orada türkülər, meyxanələrdə Türkiyədə türkülər səsləndirilir. İndi aşağı enib sizə göstərəcəm. Buradan belə aşağı enirik. Restoranın aşağıdan da girişi var. Aşağıdan nərdivanla qalxırsınız. İndi bizim enəcəyimiz yerə və sonra üst mərtəbəyə bura qalxırsınız. Baxın belə keçirik bura. Və daha bir mərtəbə indikdən sonra gələcəyik meyxanə qisminə. Burada da mətbəx var, 2 dənə mətbəx var. Burada əsasən izqaralar filan. Baxın məzələri görürsünüz. Cürbəcür və kebablar, izqaralar burada hazırlanır. Abi kolay gəlsin. Sağ ol, hoş geldin. Hoş bulduk. Saat 9'da 9'da başlıyor. meyhane başlıyor. Burayı da görelim, gösterelim. Hele boştu. Bura adeta saat 9'dan sonra insanlar yavaş doluyor, yavaş yavaş. Bir de bu aşağıdan girişi buradandır. Burada mənzərəli, yukarıda olduğu kimi her şey, stollar hazır. Burada da musiqiçilər ifa edirlər. Türkü həvəskarları gəlirlər bura, gözəl türkülər dinləyirlər, yeməklər yeyirlər və istirahət edirlər. Bu zalda həm açılır, həm qapanır, yuxarıda olduğu kimi. Belə əziz dostlar, yenidən yuxarı qalxdım və bu gözəl mənzərələri sizə təqdim edirəm. Siz də yolunuz Alanya düşsə və ya Alanya'da yaşayırsanız, əgər yaşayırsanız deyə bilmədim, siz də bu restorana baş çəkə bilərsiniz. Merlot. Belə hörmətli dostlar, bununla da sizinlə sağollaşıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.